Poladdan hər kəs salamlar dostlar. Bu gün sizlərə WhatsApp-da köhnə yazışmalarımıza necə baxmağın yolunu göstərəcəm. Bəlkə ola bilər bəzilərinizin işinə yarayar. Yəni bu sadəcə özümüz üçündür. Və burada bizə mütləq root lazımdır. Çünki biz burada Titanium Backup proqramından istifadə edəcəyik. Deməli belə daxil oluruq Titanium Backup proqramına. Və burada backup və restore rezervni kopya yerinə daxil oluruq və buradan WhatsApp-ı seçirik və WhatsApp-ı backup edirik. Seçdik. Mən artıq eləmişəm, sadəcə bir də göstərirəm və burada səxrənic və backup sözü ola bilər. Okay. Bu backup eləyir və backup etdikdən sonra artıq ikinci deyək hissəyə, yəni keçirik. Burada artıq bizə kompüter lazımdır. Deməli belə dostlar, artıq keçdik kompüterə və burada biz nə edirik? Burada ilk olaraq telefonumuzu kompüterə qoşuruq. Telefonumuz açılsın. Daxil oluruq telefonun öz yaddaşına və burada Titanium Backup papkasını axtarırıq. Gördüyünüz kimi. Və bu papkanın içərisində WhatsApp-ın deyək danlılarını götürəcəyik biz. Və bir şey xatırladım ki, bu sizi belə deyək, burada elədiyimiz yazışmalar, yəni ki, yaddaşında olanları göstərəcək təbii ki. Lap ondan əvvəlkiləri göstərmir. Yəni elə bilərsiniz, lap köhnələri də göstərir. Xeyr, bu belə deyil. Bu bizim elə bil ki, yadda nə qalıbsa onu göstərəcək bizə. WhatsApp-ı tapaq burada. Burada o qədər backup var ki. WhatsApp-ı tapdıq. Əgər tapa bilməsəz də burada yuxarı hissədə WhatsApp yazırıq. Və o gələcək. Gördüyünüz kimi. Və burada tar olanı götürürük biz. Onu açırıq içərisini. Dataya daxil oluruq. Bir daha dataya daxil oluruq. WhatsApp nöqtəyə daxil oluruq. Və burada databaza faylı papkası var. Bu databaza papkasını biz atırıq bura. Daha sonra çıxırıq geriyə, artıq burada bizə telefon artıq lazım deyil və burada bizə lazım olacaq WhatsApp Viewer proqramı. Onun da linkini yerləşdirəcəm, daxil olub yükləyərsiniz. Videonun aşağı hissəsində olacaq. WhatsApp Viewer proqramını yüklüyürük. Gördüyünüz kimi yüklənir və proqramı açırıq. Baxmayaq və proqrama daxil oluruq. Deməli burada fayla daxil oluruq. Open. Buradan daxil oluruq databaza proqramına. Və burada MCG Store daxil oluruq. OK vururuq və burada bizim yazışmalarımız gəlir. Gördüyünüz kimi, yəni istənilən bir hissəsi. Bu hissədə də baxa bilirik. Həmçinin bunu tekst olaraq yaddaşa da vura bilərik istəsəniz əgər. İstəməsəniz təbii ki, ehtiyacı yoxdur buna. Və həmçinin burada deyək ki, kontaktların adını göstərməsini istəyirsə, bu hissədən VA faylını seçirik. OK vururuq və adlar gəlir. Mən bunu əvvəlcə icra elədiyim üçün artıq məndə elə bir şeyə ehtiyac olmadı təbii ki. Ona görə birbaşa adı ilə gəldi. Deməli belə, bu qədər göstərmək istədikləri. Ümid edirəm ki, işinizə yarayan bir proqram olar, yəni bir paylaşım olar və bizdən bugünlük bu qədər. İzlədiyiniz videoları dostlarınızla paylaşmağı unutmayın. Kanalımıza abunə olun və bizi səhifəmizdən də izləməyə davam edin. Sağ olun dostlar.